mağazalardan birindən, daha dəqiq desə deyək Çinici mağazasından bir necə deyərlər, nəsə alıb, köynək alıb və vaxt azlığı səbəbinə məhsulu mağazada geyinib yoxlamaq imkanım olmayıb. Evə gəldikdən sonra köynəyi yalnız ölçüsünü yoxlamaq məqsədilə geyinmişəm və dar olduğunu görüb və növbəti gün mağazaya yaxınlaşdım ki, məhsulu geri qaytarsınlar. Tərəf dedi ki, yox, bu artıq geyinilib. Belə bir əsasla qaytarmadılar deyir və əsaslandırdım ki, yəni geyinməmişim. Sadəcə baxmışam ki, yəni bu köynək əynim olur, yoxsa hər halda bunu burada da geyinsəm o formada geyinəcəkdim. Və bundan əlavə mağaza əməkdaşlarından biri hara istəyirsiniz gedin müraciət edin dedi. Belə olan halda mənim də haqqım var ki, qanunvericilikdə 14 gün ərzində həmin əmlakı dəyişdirmək və qaytarmaq kimi hüquqa malikəm. Necə edə bilərəm və bu halda hara və nə kimi müraciət etməsi mümkündür? Buyurun. Ümumiyyətlə özü də vurğuladı vətəndaş. 14 gün müddətində alınan, hətta bəzi dükanlarda 30 gün kimi müəyyən edilir. Bəli. Hər dükanın özünün qoyduğu qərar da ola bilər, daxili qərarları da olur. Və qanunvericiliyindən isə mülki məcəllə və istehlakçıların hüquqlarının qorunması barədə qanun var. Haradakı qeyd olunur ki, əgər alınan tutaq ki, əşya onu geyinmək, onsuz da onu dükanda da açsaydı geyinəcəkdi, baxacaqdı. Əgər hər hansı bir tutaq ki, zədə toxunmayıbsa və 14 gün müddət ötürülməyibsə, təbii ki, qaytarma hüququ var və çek həmin o qəbz saxlanmaq şərti ilə təbii ki, qaytarmalıdır və bu zaman əgər hər hansı bir hüquqları pozulursa istehlakçının İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.